Bakıda yerləşən İdrak liseyində baş verən hadisə cəmiyyətdə böyük sarsıntı və təşviş yaradıb. News 24 azın əldə etdiyi məlumata görə liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən silahla vurulub. Hadisənin necə və hansı şəraitdə baş verməsi ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən geniş açıqlama verilməsə də, yayılan ilkin məlumatlar insidentin təhsil ocağının ərazisində baş verdiyini göstərir. Məktəb kimi təhlükəsiz sayılan bir məkanda silahın işə düşməsi valideynlər və ictimaiyyət arasında ciddi narahatlıq yaradıb. Şagirdlərin dərs zamanı belə bir təhlükə ilə üz-üzə qalması, müəllimin isə öz iş yerində güllələnməsi faktı hamını şoka salıb. Hadisədən dərhal sonra əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məktəbdə təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda müəllimin vəziyyəti ilə bağlı dəqiq məlumat verilməsə də, onun xəstəxanaya yerləşdirildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır, insidentin motivləri və hadisənin təfərrüatları araşdırılır. Hadisənin baş vermə səbəbi şagirdin silahı necə əldə etməsi kimi suallar isə cəmiyyətdə ən çox müzakirə olunan məqamlardandır. Belə bir hadisə təhsil mühitində təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Məktəb yalnız elm və tərbiyə ocağı deyil, eyni zamanda uşaqların özlərini güvəndə hiss etmələri olduqları məkandır. Məncə, bu cür hadisələr çox ciddi siqnaldır. Təkcə hüquqi deyil, psixoloji və sosial tərəflər də dərindən araşdırılmalıdır. Məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilməli, şagirdlərin psixoloji vəziyyəti ilə daha yaxından maraqlanılmalıdır. Təhsil ocağında silahın işə düşməsi heç bir halda adi qəbul edilə bilməz və bu bütövlükdə cəmiyyət üçün düşündürücü bir hadisədir.